Salam dəyərli izləyicilər, hər birinizi salamlayıram. Bildiyimiz kimi artıq ikinci zonanın imtahanına 3-4 gün vaxt qalıb. Bu gün ayın neçəsidir? Bu gün ayın 11-i. 4 gün vaxt qalıb uşaqlar. 4 gün müddət ərzində 100% yazmaq mümkündürmü? Bəli, məncə mümkündür. Bilirsiniz nəyə fokuslanacaq uşaqlar? 25 dənə riyaziyyatdan düşən sualı. Digər fənlərdə fikir bildirəcəm. Riyaziyyatdan 25 sualdan uşaqlar birinci zonada gördüyümüz kimi təxmini bir 18-dən sonra rahat idi. Sonda ətraflı suallar çətin idi. Böyük ehtimalla bizdə də olacaq. Hətta mən düşünürəm ki, bizdəki ətraflı suallar biraz asan olsun. Qapalılardan biraz çətinləşdirə bilərlər. Çox cüzi də fərq olacaq. İkinci zonanın şagirdlərinə məncə ətraflılar bu qədər çətin olmayacaq. Birinci zona ilə fərq olacaq arada. Təbii ki, bu indi bilmirəm necə olacaq, amma məncə haqsızlıqdır. Həm də birinci zonanın uşaqlarını da qismən haqsızlıq elədilər. Ona görə elədilər ki, uşaqlar, burada biraz da bizim özümüzün də məsuliyyətsizliyimiz var. Biz illərlə şablon suallar işlədik ki, hər il belə düşüb. Amma gətirib mən həmin sualı tapdım. Türk ədəbiyyatlarından 100 tipli sualdır. PUZA bəlkə məlumatınız olar. 100 hazırlaşanlar belə. PUZA kitabında olan sualdan biridir. Bu funksiya sualı, bir də tənlik. Tənlik sualı əslində o qədər çətin deyil. Topulda bənzər suallar var, bizim sınavlarımızda o bənzər suallar var, paylaşacağım, göstərəcəm. Amma funksiya sualı biraz fərqli idi, bizim standart suallarımıza bənzəmir. Biz bəs nə edə bilərik uşaqlar ki, qısa müddətdə bu 4 gün ərzində 100%-ə garantiləyək? Garantiləyə bilmərik əslində, biraz diqqət tələb edir. Çünki mənim də 25-lik şagirdlərimdə çox bəsit suallar səhv edən uşaqlar olub. Ətraflılar düz yazıblar, amma adi suallar səhv hesab ediblər. Birinci %100 diqqətli olmalısınız. Nə olur olsun. Sualın şərtini tam oxumalısınız. Səndən nə istədiyini mütləq qeyd eləməlisən orada. Bunu unutmaq olmaz. Bir də uşaqlar, hesablamanı şifahi eləmək olmaz. Nə hesablayırsansa, kiçik də olsa, böyük də olsa, onu yazmalısan orada. Mütləq uşaqlar. Bəlkə o sualın şərtində olur, məsələn, olmalıdır, olmamalıdır və s. Onun altına xətt çəkib qaralayırsınız ki, biləkdə bu düşəcək, bu olmur, bunu istəyirsə, bunu istəyir. Onu mütləq eləyirsiniz. İkinci də uşaqlar, bilirik ki, bizə birinci zonada məsələlər çox düşəcək, baxın. Məsələ tipli suallar çox olacaq. Birinci zonada düşdü, 100% sizə də düşəcək uşaqlar. %100 deyirəm, sizə də düşəcək. Bir dənə funksiya sualı çətinlikdə düzdür, birinci zona çox dəhşət sual idi. İkinci zonaya da sual düşəcək. İndi funksiya olmaya bilər, başqa bir mövzu ola bilər. Mən düşünürəm ki, ya fəza ilə bağlı bir sual salacaqlar, ya da yenə funksiya ilə bağlı sual salacaqlar, haqsızlıq olmasın deyə. Yəni birinci, ikinci zona arasında fərq olmasın deyə. Ona görə nə olur olsun, məsələ funksiyaya aid, məsələ tipli suallar işləyir. Mən bugün çatdıra bilsəm, bugün olmadı, sabah paylaşım eləyəcəm. O tipli suallar seçmişəm PUZA-dan. Onları izahını verəcəm, paylaşacağım. Telegram kanalımızda X Akademi. Orada paylaşacağım, sonra da burada izahını verəcəm. Uşaqlar, mütləq qoşulun Telegram kanalımızda olacaq. Bu tipdə suallar işləyərsiniz. Sonra uşaqlar, funksiya dediyim kimi, məsələ tipli sual funksiyadan seçəcəm. Bir də fikir verdinizsə, birinci zonada trigonometri tənlik yox idi. Sonra hansı yox idi? Kompleks ədəd. Kompleks ədəd yox idi. Bax, bu 99% sizə trigonometri tənlik düşəcək. 99% kompleks ədəd düşəcək uşaqlar. Sonra bilirsiniz nə yox idi? Başqa, vektor yox idi. Böyük ehtimalla vektor da düşəcək. Sonra, bayaq müzakirə edirdik. Səhv etmirəmsə, fəzanın düz xətt müstəviyə aid də sual yox idi. O bölmələrdən, hansı bölmədən ki, suallar düşməyib, böyük ehtimalla sizə düşəcək onlardan sonra. Yəni, bu bölmələri mükəmməl təkrar edin uşaqlar. Mümkünsə toplaya göz gəzdirin suallara. Fərqli sual tip düşsə də qayda dəyişmir də, qayda standartdır. Fərqli sual tip ola bilər. Biz mən maksimum çalışacağım ki, fərqli sualları paylaşım. Bu dediyim kimi, məsələ seçmişəm PUZA-dan o tipli. İzahlarını verəcəm. Mütləq şəkildə uşaqlar onu əldə edib işləyin. Telegram kanalımızda olacaq, X Akademidir. Telegram kanalına da axtaran kimi çıxacaq. Orada paylaşacağım. Bir də ki, ümumi təkrarını unutmayın. Sınavlar işləyin, ümumi sınav, əvvəlkilərin qəbullarını işləməyə davam edin, bitirməmişsinizsə. Təkrarı gücüz edin. Və uşaqlar, qətiyyən ruhdan düşməyin. Ümumi ballar, çünki Azərbaycan dilindən də gördüm, Azərbaycan dilində xeyli çətin olub. Oradan ən azı 20-30 bal, riyaziyyatdan 10-15 bal. Toplamda ümumi ballar uşaqlar bir 40 bal düşəcək. Yəni 30 bal, 40 bal, bəzi ixtisaslarda hətta 50-60 baldır. qədər fərq yaranacaq. Yəni, narahat olmayın, aşağı bal hər kəsdə olduğu üçün ümumi nəticə ciddi təsir olmur. Hətta ballar düşür deyə qəbul olma şansı yüksələcək də.
Buna görə narahat olmayın. Bu qrup seçimi eləyəndə də hansı qrup deyirdim uşaqlar? Məsələn, birinci qrup, ikinci qrup və yaxud da bu ixtisaslaşmış fənlər olur. Kimya, seçmə fənlər. Onlarda diqqətli olun ki, kompensasiya eləyə biləsiniz. Hansı fənni yaxşı bilirsiniz, onu seçin ki, kompensasiya eləyə biləsiniz. Başqa nə deyəsiydim mən sizə uşaqlar? Bu mövzularla bağlı. Ümumi ballar aşağı düşəcək deyə, məncə universitetə qəbul olmaq şansımız yüksələcəkdir. Məsələn, tutaq ki, keçən il keçid balı 600 olan ixtisas bu il 550-yə falan düşəcək yəni. Nəzərinizdə olsun. Çünki əksər şagirdlər 300 balı, 250 plus gözləyən uşaqlar 20-30 bal ballarında fərqli düşür yəni ballar. Sizdə də, yəni bu videonu izləyən şagirdlərdə də məsələn rəydə qeyd edərsiniz. Məncə sizdə də həmin məsələlər var. Kim yazarsınız uşaqlar, kim nə gözləyirdi, necə yığıb, mən bilim statistika çıxaracağım çünki ondan bağlı ixtisas seçimində uşaqlara kömək eləməklə bağlı. Bu belə. Digər fənlərdə Azərbaycan dili uşaqlar sizə də çətin düşəcək. Birinci zonaya necə düşübsə sizə də düşəcək. Çoxlu mətn sualı işləyin, sürətli işləməyi öyrənin. Çox uşaq mətn. Mən hər zaman deyirdim ki, hamı riyaziyyatdan qorxurdu, Azərbaycan dilinin arxayın olurdu. Çünki həm OTK-nın, həm güvənin, həm digər kursların sınaqlarında Azərbaycan dilini yaxşı yazırdılar deyə Azərbaycan dilinə arxayın olurdular, riyaziyyatdan qorxurdular. Amma uşaqlar, mən həmişə deyirdim ki, Azərbaycan dili elə olmur, imtahanda çətin olur, vaxt alır. Sizdə də vaxt alan sual düşəcək. Unutmayın. Çalışın ki, uşaqlar, onu aradan qaldırın. Müəllimlərinizlə məsləhətləşin, necə aradan qaldıra bilərsiniz? Azərbaycan dili müəllimləri daha peşəkar fikir bildirərlər bundan bağlı. Köməkli eləyərlər sizə. Mütləq şəkildə uşaqlar, dil ədəbiyyat müəllimlərinizdən bu barədə kömək alın ki, mətnləri sürətli işləməyə yolu öyrətsinlər sizə. Düzdür, indi kifayət qədər çox mətn işləmişsiniz, plus mətn də çətin idi. Bəzi uşaqlar heç mətn suallarına baxa bilməyiblər. Yəni, yüksək ballı, yüksək nəticə göstərə bilən uşaqların xeylisi çatdırıb baxa bilməyiblər Azərbaycan dili suallarının bəzilərini. Yəni, 100% yazacaq uşaq 70 bal, 75 bal, nə bilim 80 bal yazır. Ona görə uşaqlar, nə olur olsun, vaxtı düzgün bölüşdürün. Azərbaycan dilində də, ingilis dilində də, riyaziyyatda da vaxtınızı düzgün bölüşdürün. Yenə deyirəm, video paylaşacağım, sadəcə sizi məlumatlandırmaq üçün bunu çəkdim. Bu qədər uşaqlar, növbəti videolarda görüşənədək mütləq dediyim kimi bu məsələ tipli funksiyadan aid olduğum suallar uşaqlar Telegram kanalından əldə edin. Əgər ki, Telegramı olmayan uşaqlar üçün qeyd edirəm. Baxın, bu nömrəyə yaza bilərsiniz. 49 99. Bu nömrəyə yaza bilərsiniz. Sizə göndərəcəm özüm. Bir də uşaqlar, bizim blok qruplarına da qeydiyyat başlayıb artıq. Mart ayının 20-ci başlayacaq. Həm birinci, həm ikinci qrupları üçün. Hər şey olacaqdır orada uşaqlar, hər şey. Həm isbat sualları, həm əvvəlkinin qəbulları, həm şəxsən özümün hazırladığım xüsusi suallar. Və s. və s. Yoxdur orada. Heç olmasa buraxılışın əvəzini orada çıxa bilərik. Çətin tipli sualların əvəzini orada çıxa bilərik. Bu qədər uşaqlar. Sağ olun, hər birinizə uğurlar.